Hə. Demək qızlar, mənim bu dəqiqə işimin gücümün olmağına baxmayaraq, Nihat məndən nə istədi? Kart istədi. Kartlarla, hansı ki, bu kartları mən göstərəm. Nihat da adlarını çəkib. Mən də düşündüm ki, Nihat ilə istəmişkən, onsuz da qoymur iş görməyə. Bunları oturub deyirdim. Bir tərəfdən də Nihatı kalyafkada yelləyirdim. Hal-hazırda Rikoş bəy sakit durub. İndi biz Nihatla kartları mən göstərəcəm. Nihat da bu kartlardakı şəkillərin adlarını deyəcək mənə. Mən də dedim, elə qoy bu bir xatirə videosu olaraq bunu çəkim, paylaşım ki. Hə, sən də gəl. Şimdi gəl. Çəkim, paylaşım ki, Nihat böyüyəndə baxsın. Gözləyin. Nihatı da hazırlayaq. Kanalıma yeni gələn izləyicilərim üçün demək istəyirəm. Hə. Bebe, otur. Gördüyünüz, hə, bebe otur. Biraz o tərəfə sən otur, bebe də otursun. Sən çəkil oraya, git, 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 biraz da git. Git. Niko, git, git, git balam, git. Hə. Gördüyünüz kimi bıçıqlı oğlan və bu biraz böyük olan oğlan mənim bəbələrimdir. Niko, biraz da git, mama qurban. Hə, aferin, aferin. Hə. İndi xalaları. Şimdi qurban olun. Böyle baxın, bu İngilizinə baxın. Hə. Mən də dedim ki, Nihat böyüyəcək inşallah, böyük oğlan olacaq. Qoy bu xatirəsində belə bir video olsun. Böyüyəndə baxsın. Qoy içinə. Hə. İndi belə. Göstərək bir kartları və Nihat desin. Görək bunlar nədir? Niko, de. Kakos. Kakos. Aferin sənə. Sonra. Başım. Hə, başı tutmuşam başım. De. Bu nədir? Robot. Robot. Aferin. Bu nədir? Umut. Armud. Aferin. Bu nədir? İt. İt. Aferin sənə. Sonra Nihatın danışmağı ilə də bağlı deyəcəm sizə qızlar. Ördək. Ördək qəşəkdir də, səliqəlidir. Sonra bu nədir? Ördək. Yox, bu nədir? Yemiş. Yemiş. Bu nədir? Cücü. Cücələr. Baxın, Cücələr. cücələr. Sonra bu nədir? Ya. Nar. Qəşəkdir də, səliqəlidir. Bu nədir? Ayı. 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 Sonra bu nədir? Heyva. Heyvan. Sonra bu nədir? Zibba. Zebra. Baxın, Zebra. zebraya baxın. Bir qoy belə tutun. Gözəl bala. Sonra bu nədir? Kapas. Qarpız. Sonra bu nədir? Bala. Banan. Bala. Bu kartlar çox yaxşıdır qızlar. Keçən ilə qədər Nihat bu kartları səlis deyə bilmirdi. Həm deməkdən əlavə mən bunları öyrətmək istəyəndə dağıdırdı, tökürdü. Hələ elə bilirdi ki, oyuncaqdır. Amma həm özüm öyrədirəm, həm də yadına düşən kimi də mənə də xatırladır, sağ olsun. İndi artıq bilir ki, bunları demək lazımdır. Bu nədir Nihat? Saat. Saat. Ona görə də düzdür, bəzilərini rahat deyir, bəzilərini biraz narahat deyir. Ona görə də düşünürəm ki, həqiqətən də uşağın yetişkənlik dövründə, yəni inkişaf mərhələsində hər bir şeyin öz yeri var. Nə qədər bəzən adam tələsir, bəzi şeylərdə düzdür, bəzən tələsmək lazımdır. Amma vaxt zaman gələndə də görsən ki, hər şey vaxtında yerini tapır. Daha sonra bu nədir? Gilas. Gilas. Sonra bu nədir? Çak. Çiyələk qəşəkdir də, səliqəlidir, qəşəkdir. Bu nədir? Çak. Hə, sonra bu nədir? Çak. Çiyələk getdi də, bu nədir? Maymun. Meymun. Maymun. Sən nə indi Niko? Yiyat. Yiyat, yiyat. Rinat de görüm, Rinat. Yiyat. Sonra bu nədir? Yuduz. Yox, düzdür. Ulduz.
Yıldız. Ulduz. Sonra bu nədir? Yıldız. Limon. Limon. Sonra burada nə var? Dosa. Dovşan. Sonra burada nə var? Sa. Şar. Kapış. Qarpız. Kapış. Hə, bu nədir? Es. Ananas. Hə. Bu nədir? Kuş. Xoruz. Şimdi görsünlər. Yıldız. Bu nədir? Ya. Nar. Qəşəng yox. Səliqəli. Şafta. Şaftalı. Şaftayı. Sonra Üzüm. üzüm. Yoruldun. Bitir o şey. Portak. Portakal. Düzdür. Portak. Bu nədir? Portak. Yo, bu əncir. Acı. Əncir. Acı. Bu. Heyva. Heyva. Bu nədir? Limon. Limon. Bu nədir? De, sən bilirsən bunu. Kuçi. Yo, bilirsən bunu de. De. Bu. Ha, bu nədir? Bu. Tül. Tük. Tülkü. Tükü. Sən bilirdin axı bunu. Sonra bu nədir? Cüce. Cicə. Bu nədir? Bilirsən de. Al. Ama. Alma. Aferin. El çal Niko. Niko'ya el çalak. Niko'ya el çalak. El çalak, el çalak, el çalak. El çalak, el çalak, el çalak. Nefesim, hayatım. Benim nefeslerim. Demek belə. Gözəl bacılar. Gözəl xalalar və gözəl nənələr. Biz kartları öyrənirik. Bu kartlar həqiqətən çox kömək eləyir. Nihatın hal-hazırda 3 yaşı var qızlar. Yanvarın 29-u Nihatın 3 yaşı tamam oldu. Burada nəyi demək istəyirəm? Misal üçün Nihatdan balaca olub, bu kartları göstərdiyiniz zaman bunları oyuncaq bilib dağıdıb tökən, bunları oyuncaq kimi oynadan, daha sonra səlis deməyən qızlar üçün demək istəyirəm ki, narahat olmayın. Uşaq böyüdükcə, yavaş-yavaş dili də açılmağa başladıkça bu sözləri də, daha doğrusu bu kartlardakı olan şəkilləri də rahat-rahat deyəcək. İndi biz Nihatla xalalar başlayırıq saymağa. Hə, Niko? Sayaq. 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6, 6, 7, 7, 8, 8, 9, 9, 10. 10, Aferin, əl çal. İndi ingilis dilində sayırıq. Gəlin sayaq. 2, Hə. 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6, 6, 7, 7, 8, 8, 9, yani 10. O kadar çok istiyor ki bunu. Bunu o kadar çok. Açık kılı. Senin canında da az yok da. Sen bilsen ne sen biraz büyü. Ha. İndi Nihat bir de sayak. 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6, 6, 7, 7, 8, 8, 9, 9, 10, 10. 11. Bu, Ha. Ne? bu, Kampot. ne, Ne? bu, Bu. bu, Kampot. Ha. Dene. 11. De görüm Niko. 1, 12. 2, 13. Ha. Dene. 13. De görüm. 13. bu 3, 14. o 4, 15. o 5, 16. o 6, 17. o 7, 18. o 8, 19. o 9, 20. 20. Aferin. El çal. Bir de kızlar. İnşallah Nihat böyüyəndə ay xalalara
İnşallah Rəbbim hər birimizin balasını özümüzə gözü dolusu versin. Hər zaman xoş günlərin görək uşaqlarımızın. Amin. Məncə insan valideyn olduqdan sonra həqiqətən övladı üçün yaşayır və bütün arzu istəkləri övladından belə övladı tərəfdən olur. Təbii ki, mən də nə istəyirəm ki, sadəcə övladlarımın hər bir valideyn kimi xoş günlərini görməyi. İnşallah Nihat böyüyəndə bu videolara baxar və bu videonu Nihada xatirə olaraq saxlamaq istəyirəm. İnşallah Nihat da yavaş-yavaş dil açsın, böyüsün, böyük oğlan olsun. Onun üçün də belə qəşəng videolar çəkək. Belə. Sizdə neçə uşaqlar var qızlar? Oğlandımı, qızdımı? Rəbbim arzusunda olan hər kəsə nəsib etsin inşallah. Uşaqlarınız yola gedirmi? Nihat arada tutması tutur və bu gördüyünüz çıqqılı oğlanı vurur qızlar. Amma təbii ki, o da sevdiyindən vurur da indi. Bəzən balaca Jozi qısqançılıqlar eləyir, amma sevdiyindən vurur. Belə. Bir də sizə nəyi göstərim, onu da göstərim. Videonu bağlayaq. Dediyim kimi, Nihat dedi, mama bunlar mənə göstər. Kart, belə deyir də hələ. Mən də dedim, elə, can, yenə qurban olsun. Və sizlə qızlar, gündəlik düzdür, göstərməsəm də gün ərzində evimizdə olan hadisələrdən danışacağım ki, biz gün ərzində nə edirəm, mən bu iki uşaqla necə alınır. Sizə nəyi göstərəcəm? Nihadın isti kompotunu. Daha doğrusu soyub bayaq eləmişdim. Demək qızlar, bundan öncəki videomda, qışlıq videolarımı paylaşanda, qış hazırlıqlarımın bankalarını paylaşanda dedim ki, Nihat, şükürlər olsun ki, bütün kompotları içib bitirib artıq və mən onun üçün evdə artıq qış meyvələrindən kompot edirəm. Belə hazırlayıram qızlar və içir. Demək, təbii ki, onu böyük ehtimalla çox xanımlar bilir. Olar ki, təzə ailə qurmuş xanımlar olar. Olar ki, kimsə indi bilməz də, insanıq. Hamı hər şeyi biləcək deyə bir şey yoxdur ki. Bunu qəşəng qızlar, bunun içində var mandalin, kivi. Kivi var. Gözlə, Niko, gözlə, mama, gözlə. Göstərim. Xalalara göstərək kompotunu. Xala. Hə, baxın, kividir qızlar. Sonra mandalindir, bir də heyvadır. Qəşəng yumuşam, doğramışam, tökmüşəm qazana. İçindən su tökmüşəm. Bir stəkanda şəkər tökmüşəm. Qəşəng qaynatmışam. Çünki Nihat qalmır da, kompot susuz qalmır. Sokdansa düşünürəm ki, elə ən yaxşısı budur. Bir də mən uşaqlar üçün şirə çəkirəm qızlar. Şirə hazırlayıram daha doğrusu. Onu paylaşacağım sizlərlə. Növbəti videolarımın birində onu sizlərlə paylaşacağım. Soyub, bunu qəşəng Nihat qəşəng bəhbəhlə içəcək. İndi Nihat ki, biz sən nə eləyək? Onu da deyək, bağlayaq söhbəti. Gəl, başlayırıq. Bəbəmiz də otursun. Bəbə də oturmalıdır mütləq yanımızda. Nihat bəbəni yatmağa qoymur, durmağa qoymur. Ancaq deyir ki, 30-dur mənim böyrümdə, uzandır mənim yanımda. Ancaq belə mən onu sevəcəmsə seveyim, döyəcəmsə döyüm, bilmirəm də axır ki. Nihat, başlayaq. Deyən, ata, mama, nənə, baba, əmi, dayı, xala, bibi, qonşu. Qonşular çağır. Sonra bir-iki sözdə deyək, bağlayaq videomuzu. Qapı, pəncərə, alma, qarpız, yemiş, ata, sonra nə, divan, qapı, sonra sok, kompot. Bilə qızlar. Növbəti vloglarda, növbəti videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik. Nihat, hələlik göndər. Sağ ol de. Bye bye. Denən xalalar, maç. Denən nənə, maç. Nənələrə maç göndər. Gəl videomuzu da bağlayaq. Sağ olun xalalar. Növbəti görüşlərə qədər. Bye bye.